hepimiz elhamdülillah toprağımızdayız. Əməkdar artist Elnarə Abdullayevanın təşəbbüsü ilə Ramazan ayı münasibəti ilə iftar süfrəsi təşkil edilib. İftar süfrəsinə Azərbaycan və Türkiyədən ziyalılar, tanınmış sənətçilər, iş adamları və mətbuat nümayəndələri qatılıblar. Elnarə Abdullayeva qonaqları salamlayaraq müqəddəs Ramazan ayı münasibəti ilə onları təbrik edib və ən xoş arzularını çatdırıb. Mən xoşbəxtəm ki, mənim qapımı oluşduğunda Ramazanlıq basmısınız. Yəni bundan xoşbəxt gün yoxdur. İftar süfrəsində qonaq qismində iştirak edən Türkiyə səfirliyinin mətbuat müşaviri Altəkin Cahangir İşbilir qonaqları salamlayaraq iki ölkənin münasibətlərinin Türk dünyası dövlətləri üçün nümunə olduğunu bildirib. Öncelikle Sayın Büyükelçimiz Profesör Doktor Bilal Akgün'ün selamlarını, muhabbetlerini yüksek heyetinize iletiyorum. Çok saygıdeğer müşavirim Paşa, kıymetli Elnarə Hanım, evimizin sahibi, Samirali Hanım, organizasyon sahibi, değerli medya mensupları arkadaşlarım, sanatçı dostlarım, İstanbul'dan gelen, Ankara'dan gelen değerli televizyoncu dostlarım, konaklarım, çok kıymetli mutfağımızın mensupları, hepinizi saygıyla, muhabbetle selamlıyorum. Müşavir iki ölkə arasında əlaqələrin elm, təhsil və mədəniyyət sahəsində olduğu kimi Türkiyə-Azərbaycan media platforması çərçivəsində də uğurla inkişaf etdiyini vurğulayıb. Ve sizler gibi, Elnarə Hanım gibi sadece Azerbaycan toplumuna değil, Türkiye'ye ve Türk dünyasına mal olmuş güzide sanatçılarımızın da katkılarıyla çok güzel kültürel işbirliği çalışmaları önümüzdeki yıllarda, aylarda artırarak yapacağız. Ben bir kez daha sevgili ev sahibimize, Elnarə Hanım'a ve tüm hane halkına teşekkür ediyorum. Türkiye'den gelen konuklarımıza teşekkür ediyorum. Bizi buluşturan Gözdeki Umut Derneği Başkanı Samirali Hanım'a teşekkür ediyorum. Bir kez daha tüm dostlarımızı, konaklarımızı bu güzel Ramazan gününde ağırladığınız için Allah sizleri iki dünyada da saadete kavuştursun. Bu Son Collection şirkətinin rəhbəri Songül Başar da Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib, bu qardaşlığın, dostluğun gələcək nəsillərə çatdırılmasının vacibliyini qeyd edib. Gelecek nesildeki evlatlarımız da sizlerle beraber abla bilsin, beraber gönüldaşları olsunlar çocuklarımız. Çünkü iki devletin bir millet olması Türk devletlerinde benim tek beklentim bu saatten sonra çocuklarımız da bir arada olsun. Biz beraber bu yaşa geldik. Bu yaştan sonra bu birliğin ve beraberliğin gelecek nesilde olmasını üniversite eğitimlerinde beraber, işte mesleki eğitimlerinde, iş alanlarında birbirimize daha çok ama öncelikle saygı ve çünkü iki devlet zaten çok güçlü. Devletlerin bu güçlülük ziyadesinde beraberliğe, sevgi beraberliğine önce ihtiyacı var değil mi? Çünkü Azerbaycan da çok güçlü bir devlet, Türkiye de çok güçlü bir devlet. Türk devletleri için inşallah güzel şeyler olacak. Bakın beğendiniz mi? Sizi en çok tercihlendiren, en çok sevindiğiniz ne oldu? Ben 15 senedir Bakü'deyim. Benim kardeşlerim bir kere öncelikle bu. Bakü'yü sevindiren önce sizlersiniz. Önce Bakü'nün güzel devleti, beyefendinin de hürmetinde ve devletinde bir hanımefendinin de öyle. Mihriban Hanım'dan selamlarımı iletiyorum, saygılarımı iletiyorum. Bütün hanımefendilere 8 Mart Dünya Kadınlar Günü olarak sizin gibi hanımefendiler görmek ve burada gerçekten takdire şayan. Çok teşekkür ederim. Selamlarımı iletiyorum, saygılarımla. Çıxış edənlər Türkiyə və Azərbaycanın qardaş və dost ölkələr olduğu kimi bu tədbirin də birlik və qardaşlıq ruhunu əks etdirdiyini deyiblər. Əməkdar artist Elnarə Abdullayeva tədbir boyunca əsrarəngiz səsi ilə qonaqların könlünü fəth edib. Yani hamı xoş gəlib və hər zaman süfrələrimiz elə belə gözəl günlərdə açılsın. Burada Türkiyə qardaşlarımız da var və Türkiyə-Azərbaycan münasibətləri üçün iki xalqın bir-birinə olan belə deyək dostluq və sevgisinin daha da güclənməsi üçün bu cür belə qonaqlıqların, bu cür şəxsi münasibətlərin sizcə önəmi nə qədərdir?
Valla əslində mənim aləmdə bir ümmət Məhəmməd var. Yəni hamı müsəlmandır. Və təbii ki, bir millət iki dövlətdir. Neçə illərdir, neçə vaxtlardır deyilir. Bundan gözəl nə nemət var, nə gözəllik var. Təbii ki, biz hamımız bir-birimizdən mehriban olmalıyıq.